Söylediğim kimi ustalarımız çöl hissədə işlərini davam elətdirirlər. Və burada tələb var. Tələb odur ki, əgər sən yaşayış məntəqəsində, yaşayış zonasında, yaşayış binasında bir restoran açacaqsansa, onun zontunu binanın tam səviyyəsindən yuxarı qaldırmalısın. Səbəb, mən sizə onu göstərim. Səbəb isə oradan çıxacaq tüstünün fərqi yoxdur. İstər yemək olsun, istər kofe olsun, istər buxar olsun, yaşayış sakinlərinə mane törətməməsi üçündür. Və biz burada o prinsipi yerinə yetirmişik, qaldırmışıq, yuxarı hissədən döndərmişik dərəcələrlə. Və mən bunu sizə kranla qalxdıqca bir yeni göstərəcəm yuxarı hissəsinə qədər. Və gördüyünüz kimi səbətdə işlər davam edir. Gördüğünüz gibi bu restoran sisteminde zon tutunu egzoz havalandırmasının fasad üzerinde yerleşmesini göstereyim size. Əsmə səbəbi səbət kranda olduğum için yerlənir, üzürlü sayın buna göre. Görürsünüz. Fasad üzerinde birleşmə sxemləridir. Kəmərlər atılır, kəmərlərdən əvvəlcə ilk öncə, yəni divarın mərkəzi seçilir, kəmərlər atılır. Biz yaxınlaşırıq hal-hazırda buraya. Gördüyünüz bax bu hissə, mən toxunacağım. Bu isə kəmər hissəsidir. Yəni bizim spiro kanalımız, yuvarlaq kanalımız artıq bu hissədən bərkiyir. Qaldır. Gördüyünüz kimi fasadın üzərində elə qalxma işləri davam edir. Və gördüyünüz kimi, bax burada yaşayış mənzili var, yaşayan insanlar var. Burada gözümə çarpdı, bizim milli lider Heydər Əliyevin fotosu var, gözəl bir şəkildə alınır. Haşiyədən kənara çıxdım. Gördüyünüz kimi artıq biz yaxınlaşdıq yuxarı. Yuxarı yaxınlaşanda nəyə fikir veririk? İlk öncə görürsünüz, biz ağzını aşağı əymişik. Nə üçün? Gələcəkdə yağış baş verəndə, yağış yağanda artıq da içəri yağış daxil olmur. Tüstü qalxanda, tüstü buradan çıxanda artıq heç bir iyi qoxu mənzillərə doğru hərəkət eləmir. Damın üzərində havanın əsli istiqamətdə əsərək yayılıb, dağılıb gedir. Və birləşmə sxemini gördüyünüz kimi, baxın, damı birləşdirmişik, şaxta üzərində birləşdirmişik, kəmər hissəsini bağlamışıq, yəni yerləşdirmişik. Bu günlük bu qədər.